sənədləridir. Bu əmirdir. Bizə məktəbdən çıxır. Getmiş Ceynə. Məhkəmə o kağızı necə götürəcək? Heç Hara onu gedirsən oxunmur da. qara kağızdır bu. Həm Çatı da görsənmir. Çerinildir bizdə yoxdur. Mədəniyyət Nazirliyinin hardadır? Mədəniyyət Nazirliyinin hardadır peçatı? Peçat yoxdur burada. Adi vərəqdir. Adi vərəq peçat bizi işdən çıxardıb, həm də nə ilə? 70 C ilə. Bu müəllimə Xitam verilib bizə. Yararsız şəkildə. Bəli, yararsız şəkildə. Bizə heç bir yer işə götürməyəcək. Kağız yararlıdır. O heç məhkəmə götürməyəcək ki, bu nə cür kağızdır. Neçindir müəllimə kimi fəaliyyəti? 25 ildir. 25 il ərzində yararlı idi, indi yararsız Bəli, indi oldu. yararsız. Damğa vurublar bizə. Biz damğa ilə hara gedə bilərik? Azərbaycan vətəndaşıyıq biz. Gedib başqa ölkədə işləyəsi deyilik ki, Azərbaycan vətəndaşlığı qəbul eləmişiksə, burada yaşamalıyıq, burada işləməliyik. Bəli. Yəni biz bunu qəbul eləmirik. Müəllimə adına ləkədir bu. Müəllimə adına ləkədir. Nədir? Bunu adi uşaq da bilir ki, hani bunun peçatı, hani bunun nədir? Bu bir hörmətsizlikdir müəllimələrə qarşı, hörmətsizlik. 30 ilin müəlliməsiyəm. Xalqa hər cür ləkə vurulur, təhqir olunur. Komissiyanın üzvlərindən də hamısından da narazıyıq. Komissiyanın üzvləri Şəffafda keçmədi imtahanların heç biri. Elə onların özlərini imtahan eləmək lazımdır. suallar mənə verilməyib. Amma burada yazıblar ki, müəllimə cavab verə bilməyib. Müəllimə 6 səhifəlik əsər çala bilirsə, necə suallara cavab verə bilməyəm? Ümumiyyətlə nə suallar verilmişdi sizə? Yəni musiqiyə aid suallar verilmişdi. Yəni çətin bir suallar deyildi. Amma bura ixtisar yəni fortepiano. Başqa müəllimələrdən Yox, onu mənə Bəli, verməyiblər. Somanın Onu mənə sevgilisi ki, verməyiblər. Mən yalan danışa bilmərəm. İndi böyük müəllimlərə damğa vururlar. Güya ki, müəllimlər bilmirlər ki, Beethoven harda anadan olub. Yalandır. Birinə Ağdam deyirlər, nə Yalandır. bilim nə deyirlər. Ayıbdır, müəllimləri belə Ən ləkələməyin. ağır Ən ağır bir söz deyə bu müəllim. Çünki müəllim güya ki, bilmir Beethoven ya Mozart harda anadan olub, nə tər olub. Ağdamda Mozart doğulub. Çox ayıbdır. Yanlışlıqla desəydilər, deyərdi ki, hə, yoxsa Mozart Ağdamlıdır, nə. Müəllimlərə necə pis ad belə. Bu müəllimləri təhqir eləməkdir. Müəllim ki, Mozart bilmir harda. Musayeva Gülnar Hidayət Müəllim qızı. deyib Bu ki, uğursuz əməliyyatdan kəsilən və çörəyi kəsilənlərdən biri də mənim. Mənim 2 dənə körpə uşağım var. Birinin 4 yaşı var, birinin 8 və burada hamının xəstəsi və körpəsi var. Bizi hamımızı mənim özümün yataq xəstəsi anam var. Mənim anam bu hadisədən sonra bir daha iflic keçirdib, mən yataqda qalıb. Mən çox xahiş edirəm. Cənab Prezident, bizə kömək olun, bizə dəstək olun. Bu qədər haqsızlığa yol verməyin. Mənim həyat yoldaşım da işləmir. Mən evimə hansı çörəyi aparım ki, mən gedib ailəmi dolandıra bilim. Bizə çox xahiş edirəm, kömək olun. Artıq bu haqsızlığa son qoyun. Sağ olun. Mən heç kimin qulluqçusu deyiləm. Dedim yaxşı. At familiya deyir, çəkilir səni niyə narahat edir? Həmin vaxtda o videonu çıxardardınız. Qəbul eləmirik, o yağa. Ulu Öndərin videosunu çıxardardınız. Göstərərdiniz ki, bax, bunu deyil. Onlar ki onu bilmir. Şöbəyə getməliyik, onu tək qoymalı deyilik. İndi polislərə deməyək bizə maşınla aparsınlar. Şöbəyə, niyə? Utanmırsan bu şəkildən? Ay Əbülfəz, kim arxayınsa? Oğru tutubdu o. Qəbul Bəli. siz də getmişdiniz. Yox, 4 nəfərdilər orada. Mən gəldim ki, burada birlikliyik, onlarla planımızı cızaq. Sizi təqdim edin. Quliyeva Gülnar. Xanım, nə məsələdir? Niyə əsəbləşmisiniz? Nə problemdir? Mən uşaqla gəlmişəm. Mən uşağımı qoymağa yer tapmaram. Nədən ötürü gəlmişəm? Çünki mən haqsız yerə kəsilmişəm. Haqsız yerə. Cəsarət Valihoğlu bizi haqsız yerə çəkir. Mən şikayətimi tək bir insana edirəm. Və mən bu ölkədə bir insana güvənirəm. Prezident İlham Əliyev. Ondan başqa heç kimə güvənmirəm. Ona görə də mən burada oturacam. Belə lazım olsa günlərlə yatacam şu övladımla burada. Tək ki o mənim səsimi eşitsin ki, mən haqsız yerə, pulsuz, imkansız, işsiz qalmışam. Mənim sənətimdir bu. Mən bundan ötürü can vermişəm. Hanım, kesin can sonuçta. Yeterlidir da. Yeterlidir. Biraz günün qaldı var. Şefadır. Neçə kilometrdən bu yana gəlib Gəncədən? Bizə görə gəlir. Yalan söhbətdir. Günay çıxmasa içine getmirik. Sağ. Qaydın dala. Hansı qızdır o? Mahirə. Hansı qızdır? Adı Mahirə. Getdi bir də onların dalınca.
düşünsün. Mən çörəyimin pekindəyim. İki uşaq anasıyam. Mən çörəksiz qoyma deyil.